Deməli, hörmətli müdavimlər, AXC Hökumət Kabineti ilə bağlı ən çox verilən suallardan biri ondan ibarətdir ki, 3-cü Hökumət Kabineti, 4-cü Hökumət Kabineti və yaxud da ki, 5-ci Hökumət Kabineti ilə bağlı bizə sual düşə bilər, yoxsa düşə bilməz. İzahat verirəm. Deməli, 1-ci Hökumət Kabineti 1918-ci ilin may ayından iyun ayına qədər mövcud olub. Deməli, 1-ci Hökumət Kabineti ilə bağlı hər hansısa bir sosial, iqtisadi, mədəni sual düşə bilər. Çünki ayın tarixi, nə vaxt yaranması və nə vaxt sübutu ilə bağlı konkret məlumat var. 2-ci Hökumət Kabineti 1918-ci ilin iyun ayından dekabr ayına qədər mövcud olub, dekabrın neçəsində fəaliyyətini dayandırması ilə bağlı konkret məlumat yoxdur. Deməli, 2-ci Hökumət Kabineti ilə bağlı hər hansı bir sual bizə düşə bilər. Amma 3-cü Hökumət Kabineti ilə bağlı bizə hər hansı bir sual düşmə ehtimalı sıfıra bərabərdir. Niyə sıfıra bərabərdir? Çünki 3-cü Hökumət Kabinetinin yaranması 1918-ci ilin dekabrında var, amma sübutu haqqında orta məktəb dərsliyində nə 9-cu sinifdə, nə də 11-ci sinifdə hər hansı bir məlumat olmadığına görə belə bir sual bizə düşə bilməz. Sual salan müəlliflər də səhv edirlər, sala bilməzdir. 4-cü Hökumət Kabineti ilə bağlı hər hansı bir məlumat yoxdur. Yəni, ümumiyyətlə, 4-cü Hökumət Kabineti nə vaxt yaranır, nə vaxt sübuta uğruyub, bu haqda məlumatımız yoxdur. Yəni, MİQ müdavinləri Nostradamus deyil ki, onu hardansa müəyyənləşdirsin. Yəni, bu haqda bizim məlumatımız olmayan bir şeydə bizə sual sala bilməzdir. Ona görə 4-cü Hökumət Kabineti nə yaranması, nə də sübutu var. 5-ci Hökumət Kabineti ilə bağlı isə yaranması haqqında məlumat yoxdur, amma 5-ci Hökumət Kabinetinin istefası ilə bağlı məlumat var. 1920-ci ilin martın 30-da Nəsib bəy Yusuf bəyli 5-ci Hökumət Kabinetinin istefası ilə bağlı məlumat verir. Yəni, 5-ci Hökumət Kabineti ilə də bağlı bizə sual düşə bilməz. Niyə? Çünki bir hökumətin nə vaxt yaranması haqqında məlumat yoxdursa, biz bunu necə müəyyənləşdirək ki, onun başlanğıc tarixi nə vaxtdır? Deməli, bizə son olaraq qərarımız belə oldu ki, 1-ci, 2-ci Hökumət Kabineti ilə bağlı hər hansı bir konkret sual düşə bilər. Yəni, tutaq ki, hər hansı bir hadisə 1-ci Hökumət və yaxud da 2-ci Hökumət Kabinetində baş verib və yaxud da baş verməyib düşə bilər. 3, 4 və 5-ci Hökumət Kabineti ilə bağlı %100 sizə hər hansı bir sual düşə bilməz ki, 4-cü Hökumət Kabinetində yaranıb və yaxud da 5-ci Hökumət Kabinetində və yaxud da 3-cü Hökumət Kabinetində. Çox sağ olun, diqqətiniz üçün təşəkkür edirəm.